En sevdiğimiz ana geldik. Arxamda gördüğünüz bu gözəl hədiyyələri bugün beraber açacağıq. Önceki bu gözəl iki hədiyyədən başlayaq. Hansı ki, hər ikisi də tortdur, amma fərqi odur ki, biri dietik tortdur, digəri isə bildiyimiz normal tortlardan, amma çox gözəldir. Hər ikisi də gəlin yaxından göstərim sizə. Öncelikle Saraydan səhifəsindən gələn bu birincik tortunu sizə göstərim. Görünüşünü çox bəyənmişdim əlbəttə ki. Və buna görə də dadına baxmaq üçün çox səbirsizlənirdim. Və inanırsınız o kadar yumuşaq idi ki, bildiyiniz ağızda əriyən formasındaydı. Həm də çox yüngül bir teksturası var idi. Qısacası mən çox bəyəndim. Daha sonra isə Şirin Diyet səhifəsindən gələn bu dietik torta baxaq. Mənim üçün San Sebastian tortunu dietik olaraq hazırlamışdılar və dadı isə çox mükəmməl idi. İndi isə keçək buradakı hədiyyələrə. Əslində burada çox gözəl və çox hədiyyələr var. Düzü bəzən kamerada düşmür, amma olsun mən sizə hamısını yaxından göstərəcəm. Öncəliklə gördüyünüz bu gözəllikdən başlayaq. Siz də bunun gözəlliyinə baxın. Həqiqətən çox incə və gözəl bir buketi və eyni zamanda da toxumadır. Güllərin hər biri əl işi olaraq, yəni toxumlu və bunun da özəlliyi odur ki, yəni daim olaraq sizdə qala biləcəyiniz bir buketi, çox solmayan və daima təravətli şəkildə qala biləcək bir buketdir. Bu arada istənilən bölgədən sifariş verə bilərsiniz. Məncə həm özünüz üçün və yaxud da ki, sevdikləriniz üçün özəl bir hədiyyə ola bilər. Nariboxdan gələn belə bir hədiyyə paketimiz var. Açaq görək içərisində nə var. Deməli, Naribox səhifəsindən mənə belə bir pul qabı gəlib. Düzü elə təzəlikcə pul qabımı dəyişməyi düşünürdüm. Tam yerinə düşmüş oldu. Özəlliklə də qırmızı rəngin olması çox xoşuma gəldi. Deyilənə görə qırmızı rəngli pul qabı özünə daha çox pulu çəkir. İnşallah ki, bu iki tək problemimiz pul qabımıza pulların yerləşməməsi olsun. Bu arada çox keyfətli və gözəl bir pul qabıdır. Təşəkkür edirəm hədiyyəniz üçün bir daha. Ardınca isə Ümid Silverdən gələn belə bir hədiyyə paketimiz var. Siz bir bu boyunbağının incə və zərifliyinə baxın. Həqiqətən də göz oxşayan bir hədiyyədir. Minnətdaram bu zərif hədiyyəniz üçün. Burada mini bir paketimiz var. Bunun içərisində isə 3 ədəd gloss var. Və hər üçünün də rəngi çox möhtəşəm idi. Gəlin sizə daha yaxından göstərim. Rənglərini daha yaxşı görə bilmək üçün bu formada göstərirəm. Bu arada hər bir glossun o qədər gözəl və xoş ətri var idi ki, yeməmək üçün özümü zor tutdum. Eyni zamanda da rənglərini çox bəyəndim. Çox təşəkkür edirəm hədiyyəniz üçün. Daisy Aksardan belə bir paketimiz var. Deməli, Daisy Aksar səhifəsindən mənə belə bir 2 ədəd çox gözəl bir case gəlib. Mən hər ikisini də çox bəyəndim və bir də belə bir telefon adapteri üçün bəzək göndərmişdilər. Nə yalan deyim, bunu uzun zamandan bəri istəyirdim. Bu günə qismət imiş. Bu da artıq favori məhsulum oldu. Hədiyyəniz üçün çox təşəkkür edirəm. Çox incə düşünmüsünüz. Valora Cosmetics'dən gələn belə bir paketimiz var. İçərisində isə 2 ədəd belə bir kosmetik məhsul var idi. Məhsuldan mənim özümdə də var və sizə bunu deyim ki, çox əlverişli bir məhsuldur. Mən bu məhsuldan həm əllik, həm də ki, gözüstü palet kimi də istifadə edirəm. Digəri isə highlighterdir. Bundan düzü istifadə etməmişdim, amma parlatılığı çox xoşuma gəldi. Hər ikisi də sevimli məhsullarım olacaq, buna əminəm. Hədiyyəniz üçün minnətdaram. Öncə burada belə bir minnoş və gözəl paketimiz var. Bunun içərisində səbitləməsi aksesuarlardır. Hədiyyə paketindən öncəki belə bir gözəl yaz ab-havalı bir broş çıxdı. Ardınca isə tam bir wow dedirtəcək aksesuar çıxdı. Bilirsiniz ki, məndə aksesuarlar çoxdur, amma beləsi yox idi. Və mən ən çox aksesuarlarda zərifliyi və incəliyi çox sevirəm. Elə bu seriyalarda tam ürəyimcə oldu. Gündəlik olaraq hər birini sevə-sevə istifadə edəcəyinə əminəm. Gördüyünüz hədiyyənin hər birini bəyəndim. Həqiqətən də çox incə paketləmə və çox zərif bir məhsullar seçmisiniz. Çox təşəkkür edirəm.